Nə arzulayaq? Nə arzulaya bilərik 2026-da? Ey Kodi babalar, Kodiaşçılar və proqramlaşdırma dünyasına yaxın olanlar, hər kəsə salamlar, necəsiniz? Gördüyünüz kimi ətrafım Kodi babalarla doludur və bizlər köhnə 2025-ci ili yola salırıq və qarşımıza yeni 2026 gəlir ki, inşallah hamımıza düşərli olsun, layihələrimiz bol olsun, işlərimiz bol olsun və bu qədər xoş sözlərin arxasında əsas da can sağlığı olsun ki, biz hələ bundan sonra digər illər nə ki qarşımıza gələcəksə, hamısını qarşılaya bilək. Əsas odur, həmişə bizə illər, hər yeni il düşərli olsun. Deyirəm, 2024-cü dekabrını yadıma salsam, sanki dünən idi. Elə deyilmi? Vaxt tez gəlib keçir. Uçur vaxt. Və yadıma salsam oradakı arzuları və vədləri düşünürəm ki, yarısından çoxunu eləmişəm. Düşünürəm ki, müəyyən qədər bir nailiyyətlərimiz olub və Kodias kanalında yetərincə proqramlaşdırmaya dair və ümumiyyətlə çox maraqlı mövzulara dair bir video çəkilişlər olub ki, bunların hamısı sizlərə faydadır. Mən əlimdən gəldiyi qədər çalışdım. 2025-də artıq kurslarıma başlayayım və nə qədər eləsəm də noyabrdan tez edə bilmədim. Çünki çəkəcəklərim çox idi. Əsas fundamental vermək istədiyim dərslər hələ var idi. OOP dünyasına hər bir dili gətirmək istəyirdim. JavaScript-i, PHP-ni və Python-ı. Çünki bunlar təməldir. İstər data analitikaya get, İstər çox maraqlı web saytlar yaz, istərsə də interaktiv məhsullar yarat, fərq eləmir hansı dildə bu sadaladıqlarımı yaratmaq istəsən, hər şeyin üzərində gözəl bünövrə dayanır, o bünövrənin də ən zirvəsi OOP-dir. Mən də əlimdən gələni etdim ki, heç olmazsa noyabra kimi çatdırım və şükür yetərincə informasiya var və bundan sonraki artıq tələbələrimləndir. Çünki tələbələrimlə təzə başlayıram və onlarla yolum uzundur. Mən istəyirəm həqiqətən də yaratdıqlarım çox maraqlı olsun, hər kəsə aid olan olsun və box time yaratmışdım. Haradakı get-gedə tələbələrimlə yaşadığım istər gülməli, istər eyni zamanda maraqlı məqamlar, onların səhvi mənim üçün çox maraqlı bir mövzu olur. Onu yaradıram deməli öz Kodiasımda bir rubrika kimi, podcast kimi və həmin podcastın birində hətta dedim, İstər-istəməz son zamanlarda qarşıma çıxan belə bir məsələ var. Sual gəlir ki, bəs təcrübə ilə bağlı, yəni bilik var, deyək ki, proqramlaşdırmanı yaxşı pis keçdilər və ya tanış oldular və ya ola bilsin ki, müəyyən qədər bir ana baza bilik var, amma təcrübə yoxdur. Sual, Kodias kanalında təcrübə yaşamaq olarmı? Ki, həmin bu söhbəti mən orada vurğuladım. Bilirsinizmi, mən 2026-da hər kəsə hansı kursu bitirirsə bitirsin, hansı biliyə özü sərbəst gəlirsə gəlsin, fərq eləmir. Arzulayıram ki, o həqiqətən də qarşısına elə bir məsələlər, qarşısına bəlkə də elə bir praktiki iş çıxsın ki, elə təcrübəni orada qazansın. Mən özümlə başlayanlara təcrübəni verirəm. Çünki hətta mənim Python'ımda bir də görürsün stringdən danışıram. Stringdən deməli hansısa bir deyək ki, kod sahibliyinə gəlib çıxırıq. Müəyyən qədər yazır, eləyir tələbəm və tez məsələ verirəm. Birbaşa məsələ verirəm. Bunu yaz, onu yaz və tələbəmin biri deyir ki, bir dəqiqə müəllim, bugün neynədik? Yəni o qədər kod yazdı, o qədər deməli layihələr, mini layihələr yazdı təcrübə olaraq. Dedim, səni çox şeylər gözləyir inşallah. Bugünü hansısa mövzu ilə adlandırma, bugün sənin üçün bir təcrübə idi. Mən istəyirəm ki, hər nə keçirsiniz və ya kimlə keçirsiniz, keçin fərq eləmir. Əsas, hər nə öyrənmisinizsə, onu necəsə kodda təcrübəyə keçirin. Və bu əladır. 2026-da arzulayıram. Qarşınıza istər-istəməz elə bir layihələr, elə bir işlər çıxsın ki, elə olsun sizə təcrübə. Və qorxmayın, əgər hansısa təcrübə ilk addımlarda alınmasın. Elə həyatın maraqlı tərəfi odur. Alınmaya, sən bu işin peşəkarı olursan. Nə arzulayaq? Nə arzulaya bilərik 2026-da? Ey Kodi babalar. Deməli, mən düşünürəm ki, bir proqramçıya 2026-da arzulaya biləcəyim əsas məqam mən və Kodi babalar Kodias kanalı adından heç bir proqramçının kodunda bug olmasın. İlk birinci run, ilk birinci compile
möhtəşəm və mükəmməl işləsin. Deadline deyə bir şey ona dərd olmasın. Layihəsi parlasın və əsasda bilirsiniz nədir? İllərini verən proqramçı bunu anlayır. Onun adı özündən qabaq getsin. Yəni nəysə düşünəndə, nəsə etmək istəyəndə birinci tez sizi yada salsınlar. Əsas odur. Mən bütün uğurlu layihəniz sayda çox olsun istəyirəm və sizlər də digər təzə başlayanlar üçün nümunə olmanızı istəyirəm. Mən arzulayıram ki, bu qədər dediklərimin içində aydın məsələdir ki, müəyyən qədər çox da lazım deyil. Məncə çox heç ehtiyac yoxdur. Müəyyən qədər ürəyinizcə maddiyyat və əsas da çox, burada çox deyə bilərəm, əsas da çox olan can sağlığı. Bu proqramçıya məncə ən gözəl deyə biləcəyimiz məncə bir ürəkdən gələn təbrik, ürəkdən gələn bir istəkdir. Mən istəyirəm nə olur olsun. Onsuz da gələcəyinə proqramçı anlayır. Bir yox, bir neçə dil lazımdır. Nə olur olsun, hansı dili öyrənirsən öyrən, əsas daxildə, beyində məntiqi düzəltdinmi, vəssalam. Nə fərqi var hansı dildə proqramlaşdırsan? Əsas odur ki, yazdığın həmişə gözəl işləsin. Bax, arzuladığım odur. Həmişə gözəl işləsin. Məndən soruşsanız ki, 2026-ya dair planlarınız nədir? Məncə biz planlardan da danışsaq yaxşıdır. Çünki 2024-də artıq 2025-də nə etmək istəyəcəklərimi vurğuladım. Sayt yaradıb, orada sadə və rahat videolara keçiddən danışdım və şükür Allaha onu elədik. Eyni zamanda tələbələrə mütləq keçid almaq lazım idi. Şükür ona da başladım. Amma 2026-da bizi gözləyir TypeScript. Bir mənalı olaraq. Sonra çox maraqlı mövzular mənə deyiblər. Onu söhbət time'da danışmaq lazımdır. Eyni zamanda ən çox da indi bu saat maraqlandıran tərəf Flutter'dır bir neçəsini. Mən sözün açığı Flutter'la bir dəfə paylaşdım səhv eləmirəmsə. Sonra eyni zamanda soruşurlar ki, bəs Python'da daha maraqlı modullardan danışmaq, etmək ki, daha da çox bunu mən öz tələbələrimlə edəcəm, amma minimal nədirsə yenə göstərəcəm inşallah. Yəni, sağlıq olsun, yeni dillərə keçid almaq istəyirəm və istəyirəm ki, biləsiniz ki, bir proqramçı həqiqətən də nə qədər çox dil bilsə, bir o qədər ona rahatdır. Çünki bugünkü gündə bizlər elə bir layihələr yazırıq ki, bir hissəsi Python'dadır və başqa bir şey seçə də bilmərik. Bir hissəsi Rust'da yazılır. Hansısa bir tərəfi ən gözəl Go'da yazıla bilər. Məsələn, gözəl bilməsək də Go, gözəl bilməsək də məsələn Rust dilini, amma proqramlaşdırma məntiqi və proqramlaşdırma necə təşkil olunmalıdır bu və ya digər dillərdə? Bu düzgün formalaşıbsa, yazmağa məncə o qədər çətinlik çəkmir heç bir insan. Əgər o dildə maraqlı bir komponent yazmalıdırsa, mən də çalışacağım maraqlı dillərə keçid alaq 2026-da. Düzdür, çətinliyim olacaq. Mən tələbələr götürdükcə, yəqin ki, fikir vermişsiniz ki, noyabrdan bu tərəfə çox az video çəkmişəm və tələbə götürdükcə mənim vaxtımdan alırdım. Mən 2022-dən məhz 2025-ə kimi tələbə ona görə götürmürdüm ki, sərasər video çəkəm. Siz təsəvvür edirsiniz, 500 video çəkmək nə deməkdir? Mən 500-ə yaxın video çəkmişəm və inşallah çəkməkdə də davam edəcəm. Mən bilirəm ki, Kocaz kanalını sərasər izləyən, çoxdan da abunə olan və heç bir videosunu qaçırmayanlar bilir ki, mən Kocaz kanalını yaratmaqda boşuna səbəbsiz etməmişəm və belə deyir, durduğum yerdə gəl bunu yaradım deyə bir şey olmayıb. Əslində, vurğulamışam öz söhbət time'ımda ki, bir gün vurğulamışam ki, bəsin bir tələbəyə tam fərqli bir mövzuydu. Bir tələbəyə demişdim ki, əslində internetdə tapa bilərsən. Get, tap, bax, yəni ola bilməz ki, qarşına çıxmasın. İnternetə ələk-vələk elədi, YouTube-a ələk-vələk elədi. Sonra dedim, tapa bilmirsə, axtara bilmirsə. Deyəm, mən axtarım, gördüm yoxdur da, düz deyir. Yəni, xırda hansısa, tamam videolar var. Mən anlayıram çəkilişi nə deməkdir də. Görürsünüz ki, çəkilişi tək eləyirəm, montajı tək eləyirəm, çəkilişi tək eləyirəm, işıqlar mənim tək təşkil olunur, mikrofon məndə hər şey təşkil olunur tək və bu bir işdir əslində. Komanda olanda daha rahatdır onun sözü, amma əvvəldən axıra kimi təkəm.
Və görmüşəm ki, bir mövzunu verib amma natamam verir və yaxud da ki, heç o mövzu yoxdur da. Və qərara gəldim ki, Azərbaycanlı öz ana dilində, çünki başqa dili bilmir, İngilisi bilmir, Rusu bilmir, deyək ki, başqa dilləri bilmir və axtara biləcəyi ancaq Azərbaycancadır. Çünki türkçədə terminləri bilmir. Axı türk dilində texniki dil, terminlər tam fərqlidir bizimkilərdən. Mən başa düşdüm ki, məhz o vaxt başa düşdüm ki, Azərbaycanda qoy kanal olsun. Sonradan sonra hətta soruşurlar ki, müəllim, hansı mikrofon istifadə edirsiniz, hansı kameradan istifadə edirsiniz, işıqlar nədir, sövq olunur da ki, başqaları da kanal açsın. Çox gözəl əslində. Paylaşıram, deyirəm, göstərirəm, qiymətini bildirirəm ki, tək Azərbaycanda Kodiaz kanalından daha möhtəşəm kanallar olsun proqramlaşdırma dünyasına dair. Çünki yemək pişirməyə var, nə bilim, başqa bir maraqlı, məzəli bir çox şeylər var, amma proqramlaşdırma azdır, yox dərəcədir, ya da natamamdır. Mən isə istəmişəm ki, tam olsun, bu insan əvvəlinə axırına kimi bilsin. Yəni, müəllim yanına getmək istəmir və ya gedə bilmir. Və ya deyir ki, bunu internetdən hamı öyrənir, mən niyə öyrənməyim deyə kəs üçün mən qərar vermişdim o vaxtdan. 3 il ərzində bu işlə məşğul idim, tələbə götürmədən. Və indi ancaq o Kodiaza özüm 2026-dan o tərəfə nə arzulayıram? Baxımlı kanala çevrilsin. İndi bu saat 4000 abunəçi var sizlə danışa-danışa YouTube-da. Mənim üçün əsas YouTube-dur. Çünki Instagram-dır, TikTok-dur, LinkedIn-dir və digər sosial şəbəkələr, bunların hamısı YouTube-a gedən yoldur. Mən ayrıca Kodiaz domenini də almışam. Orada saytı da elə qurmuşam ki, yenə də YouTube-dan alır. Mən çox maraqlı API üzərindən kod yazmışam ki, yenə də YouTube-dan əlaqə itməsin. Və arzum odur ki, bütün platformlarda Azərbaycanlılar gəlib bu kanalı tapsın. Azərbaycanlılar bu kanal vasitəsilə maariflənsinlər, bəhrələnsinlər və baxış sayı, sonra abunə sayı o qədər maraqlı olsun ki, deyim, nə yaxşı, sayımız artır. Çünki mən hər dəfə, mən baxmam hansı video daha çox populyardır, hansı video heç demək olar açılmıyor. Belə şeylərə baxmıram. Mən elə şeylərə baxsam, onda digər kanallar kimi ilk 10 dənə, 100 dənə qoyan kimi əl çəkərəm. Çünki deyirəm ki, baxan yoxdur, nəyə lazım? Dost danışlar düzdür deyir, kimin üçün eləyirsən? Amma Azərbaycanım üçün eləyirəm. Azərbaycana bu çox vacibdir. Azərbaycanda yaşayan və Azərbaycandan kənar Azərbaycanlarımız yetərincə var proqramlaşdırmanı oxuyan və mən onların sözlərini qulaq asmıram. Deyirəm, fərqi yoxdur, baxış sayına qədərdir. Amma mən bölmürəm videomu ki, bax, buna çox baxdılar, bunun kimi deyim, bunun kimi yazım, yox. Mən ümumən o qədər video çəkdim ki, hər kəs bəhrələnsin. Sadəcə bundan sonra 2026 və ondan sonraki illər istəyirəm o qədər abunə sayı çox olsun ki, YouTube çarəsiz qalsın. Hətta Azərbaycanlı olmayan kontingentə də həmin bu videoları göstərsin. Çünki artıq audio dubbing var. Yəqin ki, fikir vermişsiniz. YouTube-da bir İspan dilində danışır, amma yenə İngilizcə deyir. Ya da bir də görsün Rusçadır, yenə İngilizcə. Mən inanıram ki, mənim kanalımda bir neçə video artıq audio dubbingə düşüb. Yəni, Azərbaycanca bilməsə də xarici biri rahatlıqla baxıb öyrənə bilir. Hətta mənə son zamanlarda xaricilər müraciət edir, suallar verir və mən də çalışıram onlara müvafiq olaraq maraqlı bir kontent yaradım və bundan sonraki illər Kodiaz üçün yalnız və yalnız yuxarıya doğru gedən rəqəmlərlə təmsil olunan abunə sayı, aktiv öyrənənlərin sayı o qədər çox olsun ki, YouTube həqiqətən də çarəsiz qalsın desin. Yox, da Azərbaycanda bu kanal daha getdiyi, da bunu saxlamaq mümkün deyil. Məndə izləyicilərim var ki, deməli, sərasər soruşur ki, praktika və bildirirəm ki, əslində bu praktikaları sən bu videolara baxıb öyrənmirsənsə, keçid ala bilərsən. Amma mənim üçün praktika da artıq dərs deyil, bunu 1 saat çəkəm eləyəm. Praktika bu məndən yox yerdə gərək ki, bir 3-4 saatımı ala. Praktikanı etməyə eləyərəm də, maraqlı layihə qurarıq, authentication qurarıq, nə bilim, fayllarla iş qurarıq, REST API eləyərik və s. və ilə axırəsində özdə fərqi yoxdur ki, bu hansı dildə eləyirsən. Mən biraz praktika eləmişəm.
Python'da eləmişəm. İnşallah JavaScript-də Express-ə gələcəm. Yəni JavaScript davam edir. JavaScript dünyası çox gözəldir. PHP-də çox istəyirlər praktikanı. Amma bunlar çox uzun bir vaxt alacaq və bunu indidən paylaşmaq mənim üçün hələ tezdir. Dediyim kimi hələ 4000 abunədir. Amma söz verirəm, inşallah 10.000-i keçdikmi mən başlayacağım praktika ilə paylaşmağa. Artıq 10.000 saya nəsə göstərmək olar. 4000-in adətən qanun belədir. Sənin abunəçi sayının 30% aktivdir. Qalanları yox. Qalanların başqa işi var, gücü var. Yəni təsəvvür edin ki, və bu baxış sayını da həmin 30% təmsil edir və bu qanundur. Bu hər yerdə elədir əslində. Əgər sənin kanalın yeməklə dolu deyilsə, zarafatla dolu deyilsə, bir yönümlü bir strateji bir yol almısan və ancaq onu deyirsənsə, aydın məsələ yaradasa heç 50% yox, dediyim kimi 30% aktivlik 30%-nə şamil olunur və mən də fikirləşirəm ki, bax 10.000 olsa, həmin o 30%-i ən azı, ona artıq praktikə verə biləcəm. İnşallah mənim də arzum ancaq odur. Biz 10.000-i keçək və o 10.000-ə qədər nə qədər proqramlaşdırma dilini keçdiksə, nə qədər bir növrəsindən tanıdıqsa, onların hamısına inşallah çox maraqlı praktiki kodlar yazaq. Bax, onda sizə həqiqətən o qədər maraqlı olacaq. Söz verirəm, layihə yazmaq tam başqa bir şeydir. Amma sayımız artsın da. Çünki hələ ki azdır, çox azdır. Gəlin mən sizə sonda Qocazın ən böyük arzularını və reallaşdırmaq istədiyi planlarını deyim və 2026-da bu reallaşdı nə xoş həqiqətən. Çünki bunlardan biri artıq YouTube-a canlıya çıxmaqdır. Bu böyük bir işdir əslində. Həqiqətən böyük bir işdir. Mən canlıya çıxmışam, amma onlar bağlı canlılardır və Azərbaycan üçün təşkil olunmamışdı. Amma istəyirəm artıq özümüz üçün Qocaz adından və açıq şəkildə. Eyni zamanda inşallah sağlıq olsun, mən dəfələrlə cəhd elədim, 2-3 dəfə etdim, alınmadı. Real görüşlər, müəyyən bir maraqlı yer seçilə və orada abunəçilərlə, Qocazla maraqlanan hər kəslə görüş təşkil etməkdir. Bu da böyük bir arzumdur, amma bir-iki dəfə cəhd elədim və sonunda biri də var ki, çox istəyirəm, inşallah da onu təşkil edəcəm. Mən bir dəfəlik mövzular üzərində, istər real görüş üzərindən dərs, istərsə də online. Yəni bir mövzu qoyulur və çox az miqdarda ödənişli formada, amma hər kəs, daha bu qrup deyil, bu fərdi dərs deyil, bu birbaşa kimlər istəyəcəksə qoşulur və bir mövzuda çox maraqlı dərs keçir. Buna bir dəfəlik dərslər deyirəm. Mən belə şeyləri tətbiq eləmişəm və çox maraqlı olub, amma dediyim kimi mövzu qoyulur və bu mövzuya razılığa gələn kəslərin sayı çox olduqca mən bunu təşkil edirəm. Və belə bir planlarım var inşallah. Bundan da başqa maraqlı planlar var. Amma nə bilim, indi inşallah görək ki 2026-da nələr edə biləcəyik, nələr çatdıracaq. Amma yeni dilləri, yeni işləri, biraz da arzularımızı 2026-da reallaşdırsaq nə xoş bizə. Ona görə də nə qədər sayımız çox olsa, nə qədər bütün platformda Qocaz tanınsa, bir o qədər inanıram ki, hər şey edə biləcək. Mütləq şəkildə və sağlıq olsun, mənim sizə də, özümə də arzulaya biləcəyim, baxın bu yaşda arzulaya biləcəyim tək bir şey varsa, o da can sağlığıdır. Həyatınızda karyera enə də bilər, qalxa da bilər, nə olur olsun, əsas ruhunuz düşməsin. Həmişə sağlam qalın, pozitiv qalın və bilin, Qocaz kanalında yaşından asılı olmayaraq proqramlaşdırmaya sövq edən YouTube-da bir kanal var. Qocaz adında bir kanal var ki, hamınız daxil olub hər şeydən xəbərdar ola bilərsiniz. Belədir ki, nə qədər çox sayımız olsa, bir o qədər hər il bizə maraqlı olacaq. Sizə can sağlığı, uzun ömür və 2026-da görüşərik.